Nazirə, səndə varmı elə Var, insanlar? əlbəttə, bəli. Bu camiada mı, yoxsa şəxsi həyatda? Həm camiyyədə var, həm şəxsi həyatda var. Mən bildiyimə görə danışmadığım bir insan var idi. O ilə də aramızda buzlar əriyib. İndi o sualı verəcəyim, amma o insan deyilmi ki, biz bildiyimiz adam? Fatimə Fətəliyeva deyil. Fatimə O adamı nənə- niyə bağışlamırsan ki? Bax, bilmədiyimiz X adam halallıq vermirsə onu niyə görə? Mənim ailəmə dəydi. Yəni mənim atamın vaxtsız ölübünə səbəb oldu. Mənim anamın vaxtsız xəstəliklər tapmağına səbəb oldu. Yəni ailəmizdə araların açılmasına səbəb oldu. Öz əxlaqına görə insanları yargıladı. Ona nə bu dünyada, nə o dünyada halallıq verməyəcəm. Mən də belə düşünürəm ki, heç bir müğənni düşünməsin ki, mənə halallıq verməlidir. Mənim ailəmə ehtiyacım, mən toxunan öləndə də insan, heç biriniz ailəmə deməyiniz. toxunan Siz kimsiz ki, insanın mənə halallıq verirsiniz? Ailəsini pərişan da görsəm, mənim rəhmim Amma gəlməyəcək. Sevinəcəksənmi onun fikrini görüb? Bir insana əgər İnsanların doğrudan heç biri da olmaz. böyük həyat karmadır. Bu karma Bəli. doğrudan da Bəli. var. Yəni ilahi ədalət Və deyilən bir bədbəxt şey var. insanların, uğursuz Tabii, insanların e, necə özün... Bəzən insanın, bilmirəm, sən onu bəlkə də yaşamamısan, amma elə cür qəlb qırarsan, elə bir pislik eləyərsən ki, o vicdan əzabı səni ömür boyu narahat Nə eləyər. eləmir? Narahat eləmirsə də bir Deməli, mən az gün eləmişəm. narahat Aysal, Yəni, çox pis narahat eləməmişəm. eləmirsə də bir gün başıma elə bir hadisə gələr ki, o hadisə sənə məhz onu xatırladar. Amma elə insan oldu ki, o qəlblərə dəymək istədi. Allah ona elə bir bəla verdi ki, mən onu biləndən sonra onu bağışladım. Çünki mən başa düşdüm ki, ondan böyük bəla ola bilməz, Ay, Allah sağ ona ol. versin. Bəs Və onu Allah demək ona istəyirəm sənə. yaşatdı bu bəlanı və mən onu bağışladım. Mən dedim ki, ay Allah, məni qarğış eləməmişəm. Amma mən başa düşdüm ki, bu insan həyatda daxilən bədbəxt oldu. Nə qədər də özünü güclü göstərmək istəyir, bədbəxt oldu, mən bağışladım onu.